təzad təşkil edirmi? Sizin özünüzdə bu təzad varmı? O flora ilə bu floranın fərqi var, yoxsa o sadəcə olaraq bir şairə idi? Onda da vətənimin savaşındaydım. Ancaq onu mən çox belə individual savaşdaydım. Vətənimdə vətənsizliyim var idi mənim. Vətənimdə qəribsizliyim var idi mənim. Vətənim mənim üçün qürbət olmuşdu. Eləmişdilər qürbət və mən o vətənə sahibliyimi sübut eləmək istəyirdim. Vətənə evladlığımı sübut eləmək istəyirdim. Güclə mənim axı millətim çox şeyi bilir. Yəni üstə olan şeyləri bilir. Flora hansı bir addım atdı. Ancaq niyə attığını bilmirdilər. Niyə atdı belə idi ki, məni onda suçluyurdular ki, mən gedib xaricdə qala bilərəm. Çox qəribə idi. Ona görə, onun da indi bu söhbəti təzələmək istəmirəm, bir Elxan Aliyev adında bir fotoqraf var idi. Evimizə gəlib gedirdi. Nəysə, mənə çox narahat olan bir temadır. Nəysə, hansısa bir sözdən sonra evlilik təklif elədi. Mənə də qəribə gəlirdi. Təzə yoldaşımı itirmişdim. Mən, bilirsiniz, bu misal, Azərbaycan misalların çox yaxşı bilirəm. Çünki qurban olum, nənəm rəhmətlik deyərdi. Evdə hamımızın da böyüyü misallar deyir. Və həmişə eşidərdim ki, mən indi ayrı görə biraz deyim, ancaq siz qulağınızda necə var səslənsin. Yəni mən dedim ki, xotuğun yerinə sən istəyirsən, mən atın yerinə xotuq bağlayayım. Və bu mənə ömrü boyu, yəni 85-ci ilə qədər çox başa gəldi. Çox başa gəldi. 70-ci, bu söhbət olub 70-ci illərdə. Ondan qabaq 3 il mən təqib olunmuşam. Ancaq adım qara siyahıya düşməmişdi onda. Elə kimsə yoldaşımla düşmançılıq eləyib, məndən acığın çıxırdı. Monrealə getməli idim, qoymadılar 67-də. Artıq çoxdandan Flora Kerimova idim. Artıq filmdə, Mehmanda çəkilirdim, deyirlər də, uğurlu çəkilmişəm. Yəni hansısa bir həyat, sənət yolum, sənətimin həyat yolu bir məsafə var idi və nüfuzlu məsafə idi. Ancaq bu 3 ili məni belə saxladılar. Faktiki mən 67-dən təqibdəyim. Ondan sonra 70-ci ildə bu Allah saxlamış. Məndən acıq çıxmaq üçün getdi, yazdı ki, yoldaşım da Türkiyədə bir müddət işləmişdi. Orada da onun bir məbləğ pulu var idi və onu da o Sovet dövründə o pulları alırdılar, çağırırdılar, səfirlikdə alırdılar. O da acıqcan o pulları vermişdi Türkiyədə tip ocağının tikintisinə ki, gəlməsin o pullar bura. O dövrdə də Nəsrin Sipahi gəlmişdi bura və buradan birinci dəfə idi ki, Sovet ölkəsinə Türkiyədən gəlirdilər. Bilirsiniz də, qoymurdular ki, biz birləşək, bəli, hansısa bir diplomatik münasibətlərdən başqa ayrı bir münasibətlər yox idi. Mədəni münasibətlərdən söhbət gedə bilməzdi. Onda birinci qrup göndərirdilər, o qrupa məni də saldılar. Şökət xanım idi, sonra bizim o четверка поет. Qaya. Çox gözəl bir heyət idi Azərbaycandan. Təbii ki, sizi çıxartdılar oradan. Aman, hələ yaxşı, hələ mənə hörmət elədilər. Bilirsiniz, mən sizə deyim niyə? Hazırlaşdım, çox ciddi hazırlaşmışdım. Mən deyim sizə, adətən o vaxtlar Moskvada təyyarədən çıxardırdılar. Yəni təyyarəyə qədər çatdırırdılar. Bu da sadizmin bir növü idi. Aman, buradan belə bir həvəslə hamı gedirdi Moskvaya, neçə gün orada qalırdılar, oradan prosmotordan keçirdilər, artıq sabah uçursuz, saat 2-də yığılın, hamı minir samolyota bu insan, sonra girir kimsə, filankəs kimdir, filankəs mənəm, xeyr ola, gəlin çıxın, samolyot uçur, bu bilirsiniz, udar, bu zərbə ömrü boyu. İndi mən elə şeylərin fərqinə varmırdım. Sizin Polşaya səfəriniz necə bəs? Bu nə ilə bağlı idi? Deyim sizə də, onu deyim sizə. Və yaxşı ki, məni çağırdılar Çakaya. Onda Azad Şərifov, mən o insan haqqında çox
sıcaq, isti münasibətim var, fikirlərim var. Çağırdı ki, bəs Flora xanım, siz gedə bilmərsiniz. Ondan qabaqda məni Pastuxov var idi, Komsomolun birinci katibi, operator tanıyır bir-birlərin başı ilə elə. Bura gəlib məni konsertdə görmüşdü və Almaniyaya Ümumdünya Festivalına yazdırmışdı. Ona da Pastuxova da dedilər ki, Flora Kərimova xəstədir, gedə bilməz, ölür, ölümcülər. Belə-belə qabağıma alırdılar və bunlar artıq, bilirsiniz necə idi, İtaliyaya heyət göndərirdilər. Proqramda mənim adım gedirdi özgəsi. Çox təqid eləyəndə Kerimova, çünki onlar gəlirdilər, baxırdılar, seçirdilər. Yox Kerimova, onda Kerimova göndərirdilər, adını çəkmək, ancaq ayrı Kerimova göndərirdilər. Bax, belə, sonra mənə doğrusu belə çox qəribə gəldi və mən biraz təbiətcə döyüşkən adamam deyə düşündüm ki, bu situasiyadan necə çıxmaq lazımdır. Yəni, vətəndə, vətənsizlikdən ağır bir şey yoxdur. Yığıldım boğaza. Və düşündüm ki, qeyri-ciddi bir, yəni fiktivli bir nigahım olsa, özə ölkəni seçirdim. Yəni, Fransaya baxırdım ki, imkan var idi pulla o nigahı almaq. Fransaya getmək, 3 ildən bir gəlmək lazım idi. Onda anam burada idi. Ana. Və oğlum bilirsiniz də, onun haqqında danışmışam. Mən uşaqkən götürmüşdüm deyə. Bu bir nəfər mənim qabağımı tutmuşdu. Necə mən bu 2 nəfəri 3 ildən bir gəlim görüm, bağrım çatlayardı. Ona görə sosialistik ölkələrdən seçirdim və Polşa ən münasib oldu. Çünki Polşada gəlirdin səfirliyə, möhürü qoyurdular, gələ bilirdin. O proseduradan biraz sakitlik idi prosedurada. Nəysə, qızımın atası... Böyük sevgi dayanmırdı. Aman, Allah eləməsin. Yox, qızımın atası o dördü mənim artıq həyatımda idi. Ancaq qarşısına mən bir sərhəd qoymuşdum ki, mən burada tam vətəndaş olmayana qədər heç bir söhbət ola bilməz. O mənə maliyyə, o tapdığı insanla, rəfiqəm tapdı o adamı, insanla danışdı, söhbət elədi. Все условия были поставлены və onda brilyant üzüklər verildi, nə qiymətləri sayıldı elədi. Onsuz da mən gedirdim oraya elə cik eləyib qayıdırdım. Yəni bu formal bir hal idi. Təbii, formaldır. Ancaq bir müddətdən sonra elə məni mənim zərərlərim, zərərkeşlərim, elə deyirlər də, yəni istəməyənlər məni. Dırnaqçı xeyirxahlarım. Xeyirxahlarım, o sözü axtardım beynimdə. Xeyirxahlarım dırnaq içində, onu da yozdular. Çünki elə inandırıcı idi. Ancaq bir şey var. Tanrımdandırmı, səsimdəndimi? Yəni də səs də Tanrının vergisidir. Naxşımdandırmı? Bütün, yəni insanı biabır eləyən, insanı gözdən salan hər şeyi yaşamışam mən. Bir böhtan olaraq yaşamışam. Ancaq qurban olum millətimə. Hərdən deyirlər ki, niyə savaşırsan millətin üçün? Ona görə savaşıram. Sevgisində məni saxla.